daha çox qazanmaqları üçün keysəriyyə əməliyyatlarına göstəriş verirlər. Şimali Avropa ölkələrində lazımsız tibbi müdaxilələri minimuma endirməyə çalışırlar və bununla da riskləri azaldırlar və lazımsız maliyyə xərclərindən azad olurlar. Ana olmağa hazırlaşan hamilə qadınlara hər cür dəstək verilir. Psixoloji dəstək, daha çox maarifləndirmə və s. Və Şimali Avropa ölkələrində seçimlə keysəriyyə demək olar ki, yoxdur. Belə bir anlayış mövcud deyil. Yəni ana öz seçimi ilə keysəriyyə əməliyyatı istəyirəm deyib doğuşa gedə bilməz. Əgər ciddi heç bir tibbi göstəriş yoxdursa, təbii doğuş həyata keçirilir. Bəs təbii doğuşmu, keysəriyyə əməliyyatımı? Səhiyyə iqtisadiyyatı buna nə deyir? Keysəriyyə əməliyyatları təbii doğuşla müqayisədə həm xəstəxanalar, həm də ailələr üçün yüksək maliyyə xərclərinə səbəb olurlar. Keysəriyyə əməliyyatları, əməliyyat otağı, anesteziya, uzun müddətli hospitalizasiya, yəni xəstəxanada yatış, əlavə tibbi prosedurlar və s. tələb edir. Və əgər bu cərrahi müdaxilə heç bir tibbi göstəriş olmadan həyata keçirilirsə, səhiyyə sisteminin əlavə yüklənməsi və həmçinin də risklərin artması deməkdir. Və təbii ki, resursların da qeyri-effektiv paylanmasına səbəb olur. Təbii doğuş həm ana, həm uşaq, həm də səhiyyə sistemi baxımından daha optimal nəticələri verir. Bəs təbii doğuşun artırılması üçün sistem nəyi dəyişməlidir? Ciddi maarifləndirici strategiya olmalıdır. Yəni ana namizədlərə emosional manipulyasiyadan uzaq, obyektiv, tibbi əsaslı informasiyalar verilməlidir. Hansı hallarda keysəriyyə əməliyyatı zəruridir? Hansı hallarda təbii doğuş tam qorxusuz, təhlükəsiz və sağlamdır? Sistem daxili maliyyələşmə mexanizmlərinə baxılmalıdır. Xəstəxanalar və həkimlər üçün keysəriyyə daha maliyyə baxımından maddi cəlb edici seçimdirsə, o zaman təbii ki, təbii doğumun göstəriciləri aşağı düşür. Burada maliyyələşmə modelləri və keyfiyyətli xidmət göstəriciləri yenidən dizayn olunmalıdır. Ən önəmlisi, keysəriyyə qərarlarının tibbi göstərişli, yəni zəruri tibbi göstərişli olub-olmadığını yoxlayan nəzarət mexanizmləri gücləndirilməlidir və ictimaiyyətə hesabatlılıq təşviq olunmalıdır. Bəs elm nə deyir? Elmi araşdırmalar sübut edirmi ki, təbii doğuş keysəriyyə doğuşdan daha faydalıdır? Bəli, ümumilikdə tədqiqatlar göstərir ki, heç bir tibbi zərurət olmadığı halda keysəriyyə əməliyyatı olunan analarla müqayisədə təbii doğuş edən analar və yeni doğulan körpələrin üstünlükləri çoxdur.